Kanalımı izleyen herkese salam, kanalıma hoş geldiniz. Bugünleri sizlerle uşaq şərfinin toxunma qaydasını bölüşeceğim. Bunun için istifade ettiğim ipimin metresi ve uzunluğunu buradan göstereyim. Milçə nömrəm 3 nömrəli milçədən istifadə edəcəm. Və online dərslər keçirəm əziz xanımlar. Online toxuculuq dərslərimə qoşulmaq istəyirsinizsə, Instagram, TikTok səhifələrimə yazıb ətraflı məlumat ala bilərsiniz. İndi isə keçək şərfin toxunma qaydasına. Önce ipimi açıram. İpimin kalınlığını daha yakından göstereyim. Bu şekilde. Çok güzel, yumuşaq, anti-alergik ipdir. Uşaqlarınız, körpələriniz üçün və yaxud sifarişlərinizi bu ipdən istifadə edərək çox rahat bir şekilde toxuya bilərsiniz. İpi kənara götürürəm. Önce ipime ilmə atıram. Belə bir ilmə oluşturdum. Kısa ipimi de bir belə saxlayıram. Düzgün şekilde ipimizi elimizde alırıq. Bakın, yeni başlayanlar varsa bu şekilde ipi düzgün bir şekilde tuturuq. Aşağıdaki iki barmağımızı sıxaraq yox, yüngülvari bağlayırıq. Bu iki barmaq ilə isə ipimizin düyünün altından tuturuq. Bu ipim ilə mən 185 zəncir çəkirəm 1 yaşlı uşaq üçün. Amma siz ipiniz eğer bu ipten qalındırsa, belə yaxından göstərim. Eğer qalındırsa 1 yaşlı uşaq üçün 170 zəncir yeterlidir. Eğer bu belə bir incəlikdədirsə 185 zəncir çəkəcəm və milçə nömrəm 3 nömrəli milçə. Önce zəncirlərimizi çəkirik. Baxın, bu şekilde. Zəncirləri sıxmırıq. Rahat bir şekilde 185 ədəd zəncir çəkirəm. Belə uzun bir zəncir çəkdim. İndi isə ilk sıramı toxuyuram. Mən şərflərimi yalancı trabzanla toxuyuram. Milçəmin üzərinə ipi doluyuram. Doladığım ipi tuturam. Baxın, 1-2 zəncir atlayıb 3-cü zəncirə milçəmi batırıram. Bu şekilde hörüğün üste doğru olan kanadına düz bir şekilde batırıp ipimi aldım, çıktım. Milçəmin üzerinde 3 ədəd ipim oldu. İpi alıp çıxıram. Üçündən bir çıxardım. Yine milçəmin üzerine ipi doladım. Doladığım ipi tuturam. Növbəti zəncirime. Bakın, batdığımız zəncirdən artıq gördüğünüz gibi bir yalancı trabzan çıxıb və sıradaki zəncirə batıram. İpimi milçəni ipin üzerine atıp ipi alıp çıxıram. Alıp çıktığım ipi yukarı doğru kaldırıram. Bakın, bu parmağımın üzerindeki ipi rahat oynatıram ki bu rahat bir şekilde kalksın. Üçünü bir yerde bağladım. Doladım. Sıradaki zəncirime battım. İpimi aldım, çıktım. Bu şekilde sıranın sonuna kadar yalancı trabzanlarımızı toxuyuruq. Eğer videoma baxırsınızsa bəyənməyi unutmayın. Yorumlarınızı gözləyirəm. Səhifəmdə cürbəcür, yəni toxumaların videoları var. Papaq modelləri var. Gül var, bantik var. İstədiyiniz hər hansı bir videomu baxıb siz də mənimlə birlikdə toxuya bilərsiniz. Eğer toxumağa tam sıfırdan başlayırsınızsa, online dərslərimə qoşulub toxuculuq sənətini daha dərindən öyrənə bilərsiniz. Bu şekilde kızlar, sıranın sonuna kadar devam edirik. Her ilmeğe bir adet toxuyarak sıra sonuna kadar devam edik. Bu arada sıxmırsınız. Gördüğünüz gibi çok yumuşak ve elastik toxuma alınır. Sıxaraq toxusanız bu çok bir sıx ve preslənmiş bir toxuma olacaq ve bərk olacaq toxuyub bitirəndə. Ancaq rahat bir şekilde toxusanız çok yumuşak ve dartınan bir model olacaq. Sıramın sonuna geldim. Gördüğünüz gibi hamısını yalancı trabzan olarak toxuyub sıranın sonuna gelmişim. Sonuncu zəncirime de toxumuşam ve burada bir zəncir çekip geri dönüş edirəm. Geri dönüşte yalnız deməli toxumanın başlanğıcında ilməni biraz genişlədirik. Çox cüzi miqdarda. İpi doladıq.
Normalda biz hörüklərin hər iki qanadına batırıq. Baxın, hörükləri bu şəkildə baxıb götürməlisiniz. Buradan yox. Buradan olanda düz olan deyil. Bəzən xanımlar belə götürür, bu olmaz. Bu şəkildə tutduqda biraz özünüz tərəfə əydikdə hörüklərin başı düzgün bir şəkildə görsənir. Və nə edirik? Milçənin üzərinə ipi doladıq. Bu formada tuturam və hörüyümün arxa qanadına batıram. Burada zəncirlərimiz olduğu kimi görsənir və tam ortasından girirəm, arxa qanadına batıb ipimi alıb çıxdım. Yəni yalnız bir qanadına. Yalnız başda ilməmi geniş götürdüm. Qalan vaxtı ilməmiz həmişə eyni boyutda qalmalıdır. Ya boş, ya sıx, normal. Doladım. Növbəti zəncirimi. Yenə deyirəm, bu şəkildə baxanda, baxın, burada görsənən hörüklərə batmalıyıq. Bir daha göstərin burana. Diqqətli olun bu hissədə. İpimi doladım. Yenə də arxa qanadı götürürəm. İpimi aldım, çıxdım. Doladım. Arxadakı qanada batıram, batdığım yerə batmayaq. Arxadakı qanada batdım. Yalnız bir qanadı götürdük. Toxuduq. Doladım. Batdım. İpimi alıb çıxdım. Üçündən bir çıxardım. Doladım. Arxa qanadı götürdüm. İpimi aldım, çıxdım. Üçünü bir yerdə bağladım. Gördüyünüz kimi burada ön hissəyə belə bir xətt düşür. Arxa hissəsi isə bu şəkildə görünür. Gəlin belə göstərim. Ön hissəyə belə bir xətt düşür. Doladım. Bu formada toxuyuruq. Sıramız bitənə qədər eyni bu şəkildə davam edirik. Görüntü olarak daha yaxından göstərim. Davam edək sıranın sonuna qədər. İkinci sıranın sonuna gəldim. Bəzən qızlar ikinci sıra elə bilirlər ki, sıra bitdi, toxucu xanımlar və bir zəncir çəkib geri dönürlər. Ancaq bu hissəyə fikir vermirlər. Baxın, burada ən başda ilk iki zəncirə atlamışdıq və orada mütləq şəkildə bir yalançı trabzan toxumalıyıq. Milçənin başına ipi dolayıram, bunu necə ayırd edirik? Bu şəkildə baxın. Bu belə toxumanı belə tutmusunuz. Bunu bu şəkildə özünüzə tərəf qatladıqda üzünüzə baxacaq şəkildə. Bax, burada bir hörüyümüz qalıb. O hörüyün də arxa qanadını götürürük yenə də. Bu şəkildə aşağı yatan qanadını götürüb ipimizi alıb çıxırıq və üçünü bir yerdə bağlayırıq. Sıranı bitirmiş olduq düzgün bir şəkildə. Gördüyünüz kimi artıq dönə bilərəm. Bir zəncir çəkirəm və növbəti sıraya keçirəm. Yenə yeni sırada da ilməni biraz genişlədirik. Milçəyin üzərinə ipi dolayıram və yenə də ilk zəncirimə mütləq şəkildə batıram. Əgər bu zəncirə batmayıb digərinə batsam, işim içəri doğru yığılmış olacaq. İpimizi doladıq. Bu şəkildə yenə tuturuq və hörüyün arxa qanadına, yalnız bir qanadına batıb ipi alıb çıxıram. Və üçünü bir yerdə bağladım. Doladım. Sıradakı hörüyümü bu şəkildə. Bu və bundan sonraki sıralarda hər dəfə bir qanadına bataraq davam edirik. Gördüğünüz kimi model olarak, görüntü olarak bu şekilde görünür. Belə manjet formasını alır. 6 sıra olana qədər davam edək. Eyni bu şəkildə. Sıra sonlarında diqqətli olun ki, kənarları düzgün bir şəkildə dönmüş olasınız. 6 sıramı tamamladım və nə edirəm? Gəlin birlikdə də sayaq. 1, 2, 3, 4, 5 və 6. 6 sıradan sonra mən balaca uşaqlar üçün bu modeli edirəm. Əgər siz istəsəz elə normal olaraq 12 sıra olana qədər düz bir toxunuşla toxuya bilərsiniz. Ancaq mən burada belə bir boşluq qoyacağam. Şərfimin bir ucunu bu hissədən belə keçirməyə yer saxlayacağam. Bunun üçün nə edirəm? Bu şəkildə düzgün bir şəkildə tuturam. Təxmini 35 ədəd olana qədər buradan 35 ədəd olana qədər toxuyacağam. Yenə də eyni şəkildə heç bir fərqli işləm etməyəcəm. İpimi doladım. Yenə bir qanada batıram. Arxa qanadına, yəni naxış olaraq eyni şəkildə gedir. Bu şəkildə toxuyaq.
Bu formada toplam 40 ədəd toxudum. 35 yox, 40 toxudum. Əgər siz də ipiniz mənim ipim kimi biraz incə ipdirsə 40 toxuyun. Əgər 210 metrəlik iplərlə toxumursunuzsa, 170 zəncir çəkmisinizsə 35 ədəd yetərli olur. Və nə edirik? Arada zəncir çəkəcəm. Gördüyünüz kimi bura qədər normal yalancı trabzandan gəldim. 15 ədəd zəncir çəkirəm. Zəncirləri sıxmırsınız normal bir şəkildə. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. 15 zənciri çəkdikdən sonra burada hörüklərimizin başlarını sayırıq. Necə ki, bura qədər saya-saya gəlmişdik. Daha doğrusu toxuya-toxuya gəlmişik. Eyni şəkildə davam edəcək. Ancaq burada sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14, 15 və 16. 16-cı zənciri 15 zəncir çəkdiyimiz üçün milçəmizin üzərinə ipi dolayırıq və 16-cı zəncirimizə yenə də arxa qanadına batırıram. Yerini itirdim qızlar, əlimdən çıxdığı üçün yenidən sayacağım bu hissəni. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 və 16. Aha, 16 bu idi. Milçənin üzərinə ipi doladım və 16-cı zəncirimin arxa qanadına doğru batıram. 16-cı zəncirə batdım, ipimi alıb çıxdım. Aha, batıram və üçünü bir yerdə bağladım. Yalançı trabzanımı toxudum. Bu şəkildə burada boşluq yaratmış oldum. Gördüyünüz kimi. Yenə də eyni şəkildə ipimi dolayıram və sıranın sonuna qədər yenə bir qanadına bataraq davam edirəm. Davamlı olaraq toxuyuram. Hər dəfə arxa qanadı götürürəm. Naxışa eyni şəkildə davam edirəm. Sıra sonuna qədər toxuyuram. Sıranın sonuna çatanda yenə bir zəncir çəkib digər tərəfə doğru bir qanadına bataraq buracan gəlirəm. Zəncirlərimizin üstünə çatana qədər eyni şəkildə toxuyuruq. Öncə bu sıranı bitiririk və bir zəncir çəkib yenidən bura gələnə qədər düz bir şəkildə toxuyaraq davam edirik. Hər dəfə bir qanadına batırıq, bunu unutmursunuz. Bu hissəyə qədər gəldim. Zəncir sırasını bitirdikdən sonra sıranı tamamladım və yenidən geri dönüş elədim. Zəncirlər olan yerə qədər düz bir şəkildə toxuyaraq davam etdirdim və milçəmin üzərinə ipi dolayıram. Zəncirlərimin üzərinə hərəsinə bir ədəd yalançı trabzan toxuyacağım. Yenə də eyni şəkildə zəncirə düzgün bir şəkildə batıram. İpimi alıb çıxdım. Üçünü bir bağladım, doladım. Bu şəkildə batdım, ipimi aldım, çıxdım. Üçünü bir bağladım. Sırayla davam edirəm. Hər zəncirimə bir ədəd yalançı trabzan toxuyuram. Zəncirlərimiz bitənə qədər gördüyünüz kimi düzgün bir şəkildə zəncirlərin üzərinə yalançı trabzanlarımızı toxuyuruq. Zəncirlərimin üzərini bitirdim və sonra yenidən normal olaraq yalançı trabzanlarımın bir qanadını götürərək davam edəcəm. Yenə də hörüyümün arxa qanadına batıb bu şəkildə ipimi aldım, çıxdım. Bura qədər necə toxumuşduqsa, yenə eyni şəkildə hörüklərimizin arxa qanadını alıb toxuyuruq. Sıranın sonuna qədər. Sıranın sonuna gəldikdən sonra bir zəncir çəkib yenə geri dönəcək. Gördüyünüz kimi bu tərəfdə 6 sıra toxumuşam. 1, 2, 3, 4, 5 və 6. Növbəti sıradan da eyni şəkildə 6 sıra toxuyacağam. Bir sıramı bitirəcəm və bu sıradan əlavə 6 sıra daha eyni şəkildə bir qanadına bataraq toxuyub şərfimi bitirəcəm. Mən şərfimi toxudum və bitirdim. Sonda bir zəncir çəkmişəm və ipimi kəsirəm.
İlməmi dartdım, ipimi çıxardım. Bu şəkildə möhkəmlədirəm. Və şərfimin tərs üzünə doğru qısa iplərimi gizlədəcəm. Şərfimizin düz üzü ilə tərs üzünü necə ayırd edirik? Bunun üçün bizim ilk toxuduğumuz sıramız var. Hansı ki ilmə atıb ilk toxumağa başladığımız sıra. Bu sıra bizim ilk toxuduğumuz sıradır və qısa ipimizin ilk toxuduğumuz sıranın düz üzü bizim toxumamızın düz üzü sayılır. Bu istənilən toxumada bu şəkildədir. Tərs üzü isə toxumamızın tərs üzü sayılır və bu şəkildə tərs üzə doğru çevirdim. Qısa iplərimi tərs üzə doğru hər hansı bir yerdən bu şəkildə baxın alıb çıxıram. Gizlətmə işləmi edirəm. Bir neçə yerdən daha keçirib qalan ipi kəsəcəm. Yetərlidir və ipi kəsirəm. Digər ipi də eyni şəkildə gizlədirik. Bu formada davam edək. Bir neçə yerdən də gizlətmə işləmini etdikdən sonra gördüyünüz kimi baxın arxa tərəfə doğru gizlətdim və ipi kəsirəm. Şərfimiz hazırdır. İndi isə şərfimin üzəri üçün belə mişqalar toxumuşam. Şərfimin ətəklərinə bu mişqaları yerləşdirəcəm. Siz istəsəniz buraları güllərlə də əvəz edə bilərsiniz. Bu şəkildə belə aycıqlar, motivlər hazırlamışam. Gəlin yenə də düz üzünü düzgün bir şəkildə qoyaq. Gəlin öncə burada boşluq etmişdik. Bu boşluqdan şərfimizi bu şəkildə çıxaraq düzgün bir şəkildə ayarlayaq və ətəklərinə, bu hissələrinə mişqalarımızı yapışdıraq. Yapışdırma işləmini kley ilə edəcəm. Mişqamın arxa tərəfinə kley sürtürəm biraz. Belə incə-incə çəkirik kleyi, çox qalın və kobud şəkildə çəkmirik. Bu şəkildə qoydum. Bu hissələri də düzgün ayarlayın ki, hər tərəfdə eyni boyutda yer qalsın. Yəni birində böyük, birində balaca yox. Eyni ilə digər mişqamı da kleyləyirəm. Onu da bu formada tutub buradan nə qədər hündürlükdə yer saxlamışıqsa digər tərəfi də eyni şəkildə baxaraq yapışdırıram. Belə şeylərdə diqqətli olun. Əl işinizin səliqəsi üçün elə etmək lazımdır ki, hər iki tərəfdə də eyni boyutda yer saxlayaq və yapışdıraq. Bu şəkildə şərfim artıq hazırdır. Əgər siz də mənimlə birlikdə videoya baxaraq toxudunuzsa, videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Hələlik sağ olun.